Elə ki vaxt müddət gəldi, çatdı, daha axır son nəfəslərdir. Allah Qur'an-ı Kərimdə buyurur: Allahu yeteveffel enfus hine mevtiha. O an ki gəldi, çatdı ki bu dünyadan köçməliyəm, Allah o an can alır. O an bitdi. Bir ayədə belədir ki Allah can alır. Başqa ayədə buyurur: Qul yeteveffakum melekul mevtullezî vukkile bikum. Summa ila rabbikum turcaun. İkinci ayədə, başqa ayədə buyurur ki, elə ki o an gəldi, çatdı, demir Allah can alır. Ölüm mələyi gəlir, can alır. Həzrəti Əzrail. Bu iki. Başqa ayədə başqa söz deyir. Hətta izə cəə əhədəkum əl-mevt təvəffəthu rusuluna və hum la yufarritun. Bu ayədə deyir ki, elə ki gəldi, vaxt çatdı, mələklər gələr, onun canını alar. Bir ayədə deyir, Allah deyir, mən alıram. Başqa ayədə deyir, Həzrəti Əzrail alır. O birisi ayədə deyir, mələklər alır. İndi bu ziddiyyət təşkil edir? Yox. Neçə cür cavab veriblər? Bir belə buyurublar ki, Əli əleyhissalam deyir, bəzi insanlar var, elə bir nöqtəyə gedib çatıblar, o qədər ruhları böyüdü, daha onun canın mələk ala bilməz. Gərək onun canını Allah alsın. Mələklərə deyir, çəkilin kənara, özüm alacam. Məsələn, Kərbəlada şəhid olanlar haqqında deyirlər, mələklər almadı, Allah canını aldı. Onlar ki, o ruhla gəldilər, daha gərək olan canını elə Allah alsın da. Bugün mən ki danışıram, sən əyləşmirsən, biz o şəhidlərə borcluyuq. Onların qanlarına borcluyuq. Onun canını Allah alır. Biraz ondan aşağı getdi, lap çox yox. Onun canını Allah almır, Həzrəti Əzrail özü alır. Biraz da düşdü aşağı, Həzrəti Əzrail almır. Həzrəti Əzrailin Allah bir sıra mələklər verib onun xidmətinə, o mələklər gəlir, alır o canı. Müxtəlifdir. İndi kimdə nə cür olacaq Allah bilir. Bu bir cür baxışdır. Başqa cür sözə deyiblər. Belə bir sözdə buyurublar ki, canı elə Allah alır. Vasitələrlə alır. Elə bilsən bir dənə kitabda xət çəkmirsən. Bir vərəqdə xət çəkmirsən. Orada deyə bilərsən ki, mən bu xətti çəkdim. Deyə bilərsən, qələm bu xətti çəkdi. Deyə bilərsən, əlim bu xətti çəkdi. Hər halda düzdür. Əl, qələm burada vasitədir. Allah alır canı vasitələrlə. Bu da bir baxışdır. Amma bunu tapşırıb kimə? Öz ölüm mələyi başda odur, Həzrəti Əzrailə. O da dönü-dönü tapşırıblar bizə əxlaq ustadları ki, Həzrəti Əzrailin adı çəkiləndə ehtiramla yanaşın. İşimiz düşəcək ona. Çox ehtiramla yanaşın. Diqqətli olun buyururlar. Sual verdilər Həzrəti Əzrailə ki, sən bir anda bu qədər canları necə alırsan? Qərbdə bir can, şərqdə bir can, filan yerdə biri öldü, onu alırsan. Bunları necə alırsan? Necə olur bu? Həzrəti Əzrail cavab verdi ki, o an ki vaxt çatdı, Allah mənə tapşırığı göndərdi, mən deyirəm canı ver, çağırıram. Onlar da mənim səsimə səda verir, can gəlir. Və sonra qayıtdı ki, sizin qabağınızda yemək qabı olur. O yemək qabına sən baxırsan. Necə istəyirsən, yeməyin hansı hissəsindən istəyirsən, götürürsən, yeyirsən. O sənin altındadır da, əlifin altındadır. Deyir, mənim üçün də dünya belədir. O qaba bənzəyir. Bütün canlılar onun içindədir. İstəyəndə onu Allahın əmri, istəyəndə bunu. Fərq eləmir ki. Bunu niyə təəccüb edirsən? Təəccüb eləmə ki, təəccüblü bir şey yoxdur. Amma o an ki insanın canını alırlar, nə sənin xəbərin var, nə mənim xəbərim var. O an çox çətin anlardır. İstisnaları qoydum ki.
istisnalar haqqında danışacağım. Deyirlər, çox çətin keçir o can alma. Bir halda ki, Əli əleyhissalam özü deyir, o elə alır canı ki, mələklər elə alır canı ki, mən dilimlə deyə bilmirəm sizə, necə olur. Amma alimlər deyirlər, sanki insanın dırnağın bir-bir çıxardırsan əlindən. Elə çıxardırlar canı. Sanki insanın diri-diri, asta-asta ətini kesirsən, əlini kesirsən, barmağını kesirsən, qolunu kesirsən, asta-asta. Baxa-baxa. Bu qədər çətindir can vermək. Bizə adi gəlir, baxırıq, burada nə var, filan kəs qutardı, son nəfəsini verdi. Amma deyir, elə deyil. Sən bilmirsən nə var, nə yox. Bir gün Əli əleyhissalamın gözü ağrıyırdı. Peyğəmbər gəldi. Peyğəmbər gəldi deyəndə Əli əleyhissalamın yanı dedi, Əli. Gördü, çox narahatdır. Dedi, nə olub sənə? Dedi, ağa, ya Rasulallah, gözüm çox bərk ağrıyır. Bugünəyəcəm belə ağrı görməmişəm. Deyirlər, göz ağrısı ağrılar içərisində çox şiddətlidir. O da Əli əleyhissalam elə belə sözü deməyib ki, 25 il gözümdə tikan gözümdə dözmüşəm. Gözdə tikan olsa ağrıyar. Yəni, ən şiddətli ağrılara dözmüşəm. 25 il səbr eləmişəm. İnsan var, 1-2 il səbr eləyə bilmir. 1-2 il nədir, 2 saat səbr eləyə bilmir. Əmir-ül Müminin 25 il gözdə tikan, boğazda sümük. Nə aşağı gedir, nə çarpmaq olur. Bir an qala adam nə olar? Deyir, amma mən 25 il. O göz ağrısı ilə bənzər ağrı, o boğazdakı sümüyə bənzər ağrı dözmüşəm. Dedi, Peyğəmbər dedi, Əlican, gəl sənə bir ağrı deyim, bu ağrı bir şey deyil. Dedi, o nə ağrıdır ki, ya Rasulallah? Dedi, elə ki gəlir, mələk kafirin canını alır, elə canını alır, fətəsihu cəhənnəm. Cəhənnəm baxır, fəryad çəkir ki, bu nə can almaqdır? Cəhənnəm baxır, fəryad çəkir ki, bu nə cür can almaqdır? Cəhənnəm ki, əzabla doludur, o dilə gəlir ki, bu nə əzabdır? Biraz düşünərsən. Deyir, Əli əleyhissalam dayandı. Dedi, ya Rasulallah, gözümün ağrısını unutdum. Biraz davam elə. Sən mənə de görüm, ümmətdən necə, sənin ümmetindən belə can alınacaq yoxsa yox? Dedi, bəli. Ümmətimdən bəzilərində canı belə alacaq. Bu cürlə, əzabla, əziyyətlə. Dedi, kimlərdir? O kimlərdir? Mən ayrı xütbə inşallah fikirləşmişəm ki, olar ki, onların canı necə alınacaq, çətin olacaq, hansı günahların sahibidir, inşallah o gələn xütbələrdə olacaq. Bəzi insanlar da var, bəli, rahat can verir, qəşəng can verir, elə rahat verir canı, adam ona baxa, ölmək istəyər. Çox şirin. Hədislər də, elə ki bir mömin, bəzi möminlər, dünyasını dəyişdi, 2 mələk ki ona təhkim olub, pisləri yazan və yaxşıları yazan, gedirlər Allahın dərgahına. Ya Rəbbəl aləmin, bizə tapşırıq vermişdin, bunun günahların yaz, yaxşı əməllərin yaz. Bizim işimiz bitdi, bu dünyasını dəyişdi, indi neyniyək biz? Tapşırığın var bizə, Allahdan əmir gəlir. İhbita ilə dünya, İkisiniz deyin dünyaya. Ləbbeyk ya Rəbbəl aləmin. Gözümüz üstə. Kuna ində qəbri abdi. Gedin o bəndəmin qəbrinin yanında dayan, qiyamətəyəcən. Tərpənməyin. Dedi, neyniyək orada? Dedi, məccədani və səbbəhani və həlləlani və kəbbərani. Gedin o qəbrin kənarında, qiyamətəyəcən diyanın, Allaha təkbir deyin, Allahu Ekber deyin, Subhanallah deyin, Allahın əzəmətin xatırlayın, La ilahə illallah deyin. Ondan sonra o savabların hamısını verin o bəndəyə. Qiyamətəyəcən hamısını verin. Çünki o bunu haqq edib. Ona bu düşür. Mələyin bir dənə Subhanallahı demirəm təkcə bir nəfərə. Bir dənə bu cəmə biri gəlsə, bir dənə onun təsbihi hədiyyə eləsə sənə, bəsündür. Bir ömür bəsündür. Bu bir ömür
Yox, qiyaməti ecən sənin üçün təsbih deyir. Və insanlar bölünəcək. Bəzi insanlar var, yaxşı insanlardır. Onlar pis can verəcək hətta. Belə insanlar da olacaq. Yaxşı insandır, amma pis can verir. Çünki bəzi günahları ki qalıb, tərk etməyib, 1000 dəfə deyildi tərk etmədi. Allah deyir, daha saxlamayın cəhənnəmə. Qoy canını çətin alın, o günahla olsun, bərabər qutar getkinə. Bu cür nə canlı alırlar. Dili ki öyləşib pis sözlərə, da belə gedə bilməz ki dünyadan. Bu dillə cənnətdə nə işi var bunun? Deyir, canını çətin alacam, çox pis alacam. Ki qoy pakılansın, ondan sonra gəl. O qulaqla ki qeybətə qulaq asırdı, qeybətə qulaq asırdı. Niyə? Utanıram deyim qeybət eləmə. İndi deyir, deyəm, o cürünə canını alım, ondan sonra gəl. O da hədislərdə var. Əl-mu'tu kəffərətun lizunubil mu'minin. Ölüm o çətin anlar, bəzi möminlərin günahlarının kəffarəsidir. Bəzi möminlər də o əzab gözləyir. Heç kəsə sığortalanmıyor. İndi bəzi ibadətlər var ki, onlar deyiləcək, onları eləsə inşallah. Saf insan olublar, Allah onlara da verəcək. Da o mənim kimlərə aid deyil. Çünki biz günah eləyirik. Bizə, mənim kimlərə verilsə, günahlarıma görə veriləcək. Amma bəzi insanlar var, onlara veriləcək o əzab, elə bir növ bəladır, Allah ucaldır dərəcəsini. Necə bu dünyada Allah Əyyuba bəla göndərmədi? Əyyub günah eləmişdi. Əyyub günah eləməmişdi ki. Amma Allah bəlanı göndərdi, ucatsın məqamın. Bəzi insanlar da olacaq ki, onlar günahsızdılar. Allah ölüm anında çətin olacaq ki, o biraz qalxsın. Həzrəti Musadan danışım sizə. Bir vaxt bunun bir hissəsini danışmışam. Amma bu hissəsi ki bizə aiddir, bu xutbəyə aiddir, danışmamışam. İndi danışıram sizə. Həzrəti Musa diyanıb gəldi Həzrəti Əzrail. Dedi, Musa canımı almaq istəyirəm. Dedi, biraz imkan ver, gedim sağollaşım, gəlin, dedi, yox. Musaya dedi, yox. Musa getdi səcdiyə. Dedi, İlahi və Rəbbim, mələyün gəlib, canımı alır, izin istəyirəm, bu da deyir, getmirəm, indi alacam. Allahdan əmir gəldi, mələyə işin yoxdur, izin ver, Musadır. Ondan sonra canını alırsın. Gəldi Musa, sağollaşdı ailəsi ilə, sağollaşandan sonra gəldi, diyandı, dedi, canımı indi alın. Yaxşı, hardan alırsan canımı? Dedi, ağzından. Dedi, bir ömür axı bu ağızla Allah həmd eləmişəm. Dedi, onu da əllərindən. Dedi, bu əlimlə Tövratı daşımışam, Allahın kitabını. Dedi, ayağından. Dedi, bu ayaqlarla Turdağına getmişəm. Mələk də baxdı, alınmayacaq. Bir dənə meyvə verdi buna. Meyvəni iynədi, iynəyən kimi canını tapşırdı. Musaya mələklər deyir, keyfə vəcəddəl maut. O ölüm ki dadduna necə oldu sənə Musa? Musa cavab verdi. Keşatın tusləhu və hiyə həyyə. Qoyunun diri-diri dərisini soysun neyniyər? Necə əzab çəkər? Elə bil dərimi soydular diri-diri. O ona günahına görə deyildi. Uca məqamda idi, məqamını ucaldırdı. Necə dünyada bəla verir, o cürüdür. Amma bəzi insanlara günahına görə bu gələcək.